Söz var kəsər savaşı, söz də var kəsdirər başı. Sözü qınında yatan bir qılınc kimi düşünsək, qın nədir, qılınc nə? Bugün sizinlə qın və qılınc sözlərindən bəhs edəcəyik. Kəlmələrin sehrində xoş gördük sizləri. Qın elə bir sözdür ki, içində bütöv bir aləm yatır. Qın sükutun yuvası, gizlinin sirdaşıdır. O sanki görünməz bir kölgədir, amma içində ən iti olanı gizləyir. Qılınc qınında susar, kəskin nəfəsini qının içində saxlayar. Qədim türklərin dilində bu söz qılıncın evi, onun yuvası kimi işlənib. Divanlarda, daş kitabələrdə, dastanlarda qın həm qoruyucu, həm də gizlin bir məkan kimi çəkilir. Bu söz bir şeyin daxili hissəsini örtən, onu əhatə edən, içində gizlədən bərk qabıq, örtü, pərdədir. Bağanın çanağı da, paxlalı bitkilərin səthini örtən yaşıl təbəqə də qın adlanır. İnsan özünü xarici təhlükədən qorumaq istədikdə, ətrafda baş verən proseslərdən təhlükəsiz hesab etdiyi məkana və ya öz daxilinə sığındıqda, xalq arasında qınına çəkilmə ifadəsi işlənir. Bu zaman gözlə görə bilmədiyimiz qın bizi qoruyur. Qılınc isə qıl kökündəndir. Yaratmaq, etmək, icra etmək deməkdir. Qılınc dəmirdən doğulmuş surət, insan iradəsinin polad nəfəsidir. O yalnız kəsən dəmir deyil, haqqı bərqərar edən, ədaləti qoruyan, qorxunu dağıdan işıqdır. Qədimdə elin obanın alpları, ərənləri belində qılınc daşıyar. Türkün ulu qılıncı dünyaya ədalət gətirərdi. Qılınc Türk dünyasında həm qoruyucu, həm də taleyi açan bir açardır. Qın və qılınc bir-birinə bağlıdır. Biri gizlədər, biri aşkara çıxarar. Qın səbrin, qılınc hərəkətin təcəssümüdür. Qılınc qınından çıxanda savaş başlayar. Söz dildən çıxanda həqiqət doğulardı. Biri dəmirlə kəsər, digəri ruhla. Şairlər qını bədənə, qılıncı isə ruha bənzədiblər. Ruh necə bədənin içində susursa, qılınc da qının içində o cür qalır. Amma gün gələr, zaman qapına döyər. Ruh da, qılınc da qınından çıxar və o anda həm insanın taleyi, həm də dünyanın gedişi dəyişər. Qın və qılınc iki ayrı söz deyil, onlar bir bütövün iki hissəsidir. Kölgə ilə işığın, səbirlə hərəkətin, sükutla gücün vəhdətidir. Hər dəfə bu kəlmələr yada düşdükdə sanki tarix boyu savaşan və ya böyük fəlakətlərə səbəb olacaq qiyamları, savaşları susturan qılıncların səsi, daş kitabələrin pıçıltısı, səbirlə gözləyən ruhların ahəngi eşidilir. Kəlmələrin sehrində qalın əziz izləyicilər.